Salam dəyərli izləyicilər, bugünkü izahımız olacaq Əfşarlar İmperiyası. Əfşarlar İmperiyası bilirik ki, Nadirin adı ilə bağlıdır və əsası nə vaxt qoyulur? Əfşarlar İmperiyasının 1736-cı ildə əsası qoyuldu. Nə vaxta qədər mövcud oldu? 1747-yə qədər. Çünki 1747-ci ildə Nadir Şah öləcək və imperiyanın da varlığına son qoyulur. Biz danışaq sonra nədən? 1736-cı ildə Muğan qurultayından və bu da onu qeyd edeyim ki, Suqovuşan adlı yerdə Muğan qurultayı keçirilir və burada nə müzakirə olunur? Müzakirə olunur ki, yəni Səfəvilərdə hakimiyyətə kim keçəcək? Bu məsələ müzakirə olundu, amma burada yəni Nadir özünü şah elan elədi və bu da təbii ki, narazılığa səbəb oldu. Dedik, Muğan qurultayı nə vaxt oldu? 1736-cı ildə Əfşarlar dövləti yarandı. Nadir özünü şah elan elədi və bununla da nəyə son qoyulur? 1501-ci ildə yaranan nəyə? Səfəvilər dövlətinə son qoyuldu. Aha, və yeni bir dövlət yarandı. Və bunu da qeyd edeyim ki, Nadir Şah Səfəvilər nəslindən deyildi deyə qurultayda, həmin o 1736 bayaq qeyd elədim, bu qurultayda Nadirin şah seçilməyinə qarşı çıxdılar. Kimlər? Məsələn, çıxdı Ziyadoğullar, Gəncədə, yəni Ziyadoğullar, sonra Cavanşir tayfasıdır, Kəbirlilərdir, 32-lərdir, hansı ki bunlar da bu saydığım o 3 tayfa Qarabağ bəylərbəylinin yəni tayfalarıdır. Yəni bu tayfalar həmçinin Ziyadoğullar, yəni Gəncə bəylərbəyini idarə edirdilər. Bunlar Nadirin şah seçilməyinə qarşı çıxdı. Amma Nadirə qarşı çıxsalar da Nadir özünü şah elan elədi. Və bu qarşı çıxan tayfalara qarşı da hakimiyyətə gələn kimi müəyyən tədbirlər görəcək. Sual verə bilərsiniz ki, nə tədbirlər gördü? Bu etiraz edənlər var deyə bayaq saydıq. Onları ailələrlə birgə Xorasana sürgün elədi. Sonra nə deyə bilərik? Sonra deyə bilərik ki, məlikçilikləri, hansı ki, məlikçiliklər Qarabağ bəylərbəyinə tabi idi. Onlara sərbəstlik verdi. Deməli, məlikçiliklər dedik ki, Qarabağ bəylərbəyinə tabi idi. Onları, yəni Qarabağ bəylərbəyliyinin tabelindən çıxarır və onlara sərbəstlik verəcək. Sonra nə deyə bilərik? Sonra deyə bilərik ki, Qazaxdır, Borçalıdır, Şəmşədildir. Yəni bu əraziləri gürcülərə verdi. Bu aydındır. Deməli, Nadir şah seçildi, ona qarşı çıxanları cəzalandırdı, Xorasana sürgün elədi. Qazaxdır, Şəmşədildir, Borçalıdır, hansı ki bu ərazilər Qarabağ bəylərbəyliyinə aid idi. Bunları gürcülərə verdi və məlikçilikləri Qarabağ bəylərbəyliyinin tabelindən çıxardı və onlara sərbəstlik verdi. Bu dediyimiz hadisələr neçənci ildə oldu? 1736-cı il Muğan qurultayında şah seçiləndən sonra. Nadir nə vaxta qədər hakimiyyətdə olacaq? 1736-dan ta ki, nə vaxta qədər? 47-yə qədər. 47-də sui-qəsd nəticəsində öldürülür. İndi keçək ardına. Dedik ki, Nadir hakimiyyətə gəldi və sonradan da dövləti gücləndirmək üçün müəyyən sahədə islahatlar keçirdi. Məsələn, hakimiyyətə gəlir və bir sıra vəzifələri ləğv edir. Bu vəzifələr hansıdır? Baş vəzirdir, testlərə düşür və sədrəzəm vəzifələrini ləğv edir. Deməli, Nadir istəyir ki, mərkəzləşmiş dövlət yaratsın və bu yolda müəyyən addımlar atır və müəyyən islahatlar keçirir. Bu islahatları nə idi? Dedik ki, baş vəzir vəzifəsini ləğv elədi, sədrəzəm vəzifəsini ləğv elədi və hakimiyyətə öz yaxın, sadiq adamlarını vəzifəyə seçdi. Aha, və onu da qeyd edeyim ki, bayaq dedim ki, Əfşarlar dövlətini yaratdı və dövlətin də paytaxtı har oldu? Məşhəd şəhəri oldu və Əfşarların ərazisini 3 bəylərbəyliyə böldü. Biz bəylərbəyli ifadəsini Səfəvlərdə də keçmişdik ki, Səfəvlər ilk yarananda Qarabağ bəylərbəyli idi, mərkəzi Gəncə. Sonra Təbriz bəylərbəyli idi, mərkəz Təbriz. Sonra Şirvan bəylərbəyli idi, yəni Şirvanşahlar dövlət dağılandan sonra mərkəz Şamaxı və nəhayət 4-cü Çuxursət bəylərbəyli idi. O da mərkəz İrəvan. Yəni bu Nadir də 3 bəylərbəyliyə böldü. Yəni Səfəvlərin dövründə var idi, bayaq saydığım bəylərbəyliklər. Onları ləğv elədi. Aydındır bura qədər. Deməli, neynədi? Hansı vəzifələri ləğv elədi? Baş vəzir, sədrəzəm vəzifəsini, vəzifəyə öz yaxın adamlarını gətirdi. Bir də ki, hakimlər vəzifəyə, yəni layiqincə yerinə yetirir, yetirmir. Yəni bunu yoxlamaq üçün onların yanına xüsusi adamlar, yəni xüsusi naiblər də təyin elədi. Dövlətini də yaratdı. Dedik, Əfşarlar dövləti paytaxt da Məşəd oldu. 3 dənə bəylərbəyliyə bölündü və bəylərbəyliyin də mərkəzi, yəni Təbriz idi və burada hakim kimi təyin elədi? Qardaşı. Qardaşı da kimdir? İbrahim xandır. Bura
təyin eləyəcək. Biz Bəylərbəyini dedik ki, nədir onun adı? 1-ci Abbasın dövründə də Vahid Azərbaycan Bəylərbəyliyi yaratmışdı və onun mərkəzi Ərdəbildir. Nadir yaradanda da Təbrizdir. Sonra Xorasan ərazisini kimə verdi? Oğluna, Rıza Quluya ora hakim təyin elədi. İndi danışaq. Deməli, hansı vəzifələri ləğv elədi? Baş vəzir, sədr əzəm. Sonra vəzifəyə yaxın adamlarını gətirdi. Hakimlərə nəzarət üçün onların yanında naiblər təyin elədi. Səfəvlərin dövründə olan bəylərbəylikləri ləğv elədi. İqamətgahı Təbriz elədi. Yəni Azərbaycan Bəylərbəyliyinin qardaşı İbrahim Muray hakim təyin elədi. Sonra Xorasana da hakim oğlu Rıza Qulunu təyin elədi. Paytaxt da Məşəd oldu. Keçək ardına. Sonra nədən danışaq? Bu dövlət idarəçiliyi sahəsində bayaq saydığım, yəni tədbirləri gördü. Vergi sahəsində də nizamladı, deməli. Vergi sahəsində də müəyyən işlər gördü. Məsələn, vəzifə bölgüsü apardı. Sonra vergilərin yığılmağında intizam yaradıldı. Yəni əvvəllər vergilərin toplanmağında qeyri nöqsanlar olur daha doğrusu. Və bu da neyinir? Vergilərin yığılmağında nizam-intizam artırır. Və onu da qeyd edeyim ki, bu dövrdə, yəni Səfəvilər dini dövlətdir və ruhanilərin nüfuzu çox genişdir burada. Və ruhanilər çoxlu var dövlət toplanmışdı və həmin o ruhanilərin var dövlətini müsadirə eləyir. Xəzinənin, yəni dövlətin xeyrinə müsadirə elədi. Və bunun da nəticəsi nə ola bilər? Dövlətin gəliri artacaq. Yəni ruhanilərin əlində olan var dövlətin xeyrinə, xəzinənin xeyrinə alınır və nəticəsində dövlətin gəliri artır. Onu da qeyd eləyək. Və vergilərin də çox hissəsi nəyə sərf olunurdu? Yığılan vergilərin çox hissəsi orduya sərf olunurdu. Sonra başqa nə deyə bilərik burada? Dedik, vergi sahəsində də müəyyən tədbir gördü. Nizam-intizam yaradıldı. Ruhanilərin də var dövləti, xəzinənin xeyrinə dedik ki, müsadirə olundu. İndi keçək ardına. Nadir başqa neynədim? Buranı danışdıq. Və bayaq qeyd elədim ki, Nadir istəyir ki, Nadir istəyir ki, mərkəzləşmiş dövlət yaratsın və bunun yolunda da müəyyən tədbirlər gördü və onun yəni bu tədbirləri həm də əhalinin narazılığına da səbəb olacaq. İndi ondan danışaq. Hələ onu danışmamışdan əvvəl onu deyək ki, Nadirin dövründə başqa nə oldu? Əkilməyən, diqqətli olaq burada və bir dəqiqə. Deməli, onun dövründə əkilməyən və sahibsiz torpaqlar becərildi onun dövründə. Yəni bu da təbii ki, müsbət bir haldır. Sonra hansı ki, suvarma kanalları dağılmışdı. Bunların da yenidən bərpa olunması haqqında fərman verdi. Yəni bu da yaxşı bir haldır. Sonra iri feodallara qarşı mübarizə apardı. Onların nüfuzunu sarsıtdı. Bayaq dedik. Sonra bayaq dedik ki, vəqfin torpaqları müsadirə olunur xəzinənin hesabına. Həmçinin bəzi iri feodalların da torpaqları dövlətin xəzinəsinin xeyrinə müsadirə olundu. Onların əlindən aldırıldı. Sonra başqa nə deyə bilərik? Bir də bunun dövründə vergini artıq pulla almağa başladı. Bu da oxşardı kimlə? Moğollarda, Böyük Moğol İmperatorluğunda Əkbər Şahın dövründədir. Sonra bir də onun dövründə nə deyə bilərik? Məmurlara, vəzifədə olanlara maaşlarını torpaqla yox, pul şəklində ödədi. Bu da oxşardı Dehlidə Əlaəddin Xələtlə. Bir də deyək. Dedik ki, bunun dövründə əkilməyən, becərilməyən torpaqlarının əkilməsi haqqında qərar verdi, müsbət haldır. Sonra dağılmış hansı suvarma sistemləri var idi, bunun yenidən qurulması haqqında qərar verir, bu da müsbət haldır. İri feodalların torpaqlarını müsadirə eləyir, onların nüfuzunu sarsıdır. Sonra vəqfin bayaq dedik torpaqlarını müsadirə elədi ruhaniləri, maldarlara məxsus olan yəni torpaqları müsadirə eləyir, dövlətin xeyrinə, xəzinənin xeyrinə müsadirə eləyir. Sonra məmurlara maaş miqdarının müqabilində torpaq verilirdi. O ləğv olunur, onlara pul verəcək, oxşardı kimlə? Əlaəddin Xələtlə. Vergiləri pulla almağa başlayır. Bu da oxşardı Moğollarda Əkbərlə. Yəni bu belə. Sonra bəs islahatları nəticə verirmi? Bəli, hakimiyyət güclənəcək. Onun islahatları nəticəsində və bəzi hansı ki tayfalar var idi, ayrı-ayrı tayfalar, onların da mövqeyi zəiflədi. Bura qədər yəqin ki aydın oldu. Keçək digər hissələrə. Bir dəqiqə.
Nadir Şah bayaq qeyd etdiyim sahələrdə islahat keçirdi. Həmçinin onun keçirdiyi islahatlardan biri də hərbi islahatdır. Hərbi islahat keçirməsi Nadirin oxşardı. Səfəvilərdə kimlər? Şah 1-ci Abbasdır. Hərbi islahat keçirildi. Tayfa başçılığında, yəni irsilik prinsipi ləğv olundu. Tayfa müxtəlifliyi prinsipi yaratdı. Hərbi islahat, sonra hərbi islahatı məsələn Monqollarda Çingiz xan keçirib, Səlcuqlarda Məlik Şah keçirib, yəni və s. Deməli, Nadir də hərbi islahat keçirdi. Nadirin hərbi islahatından nə deyə bilərik? Nadirin hərbi islahatından deyə bilərik ki, rəiyyət. Rəiyyət kimdir? Kəndlilərdir, vergi verən əhalidir. Bunlar hərbi qulluğa çağırılır. Və bu da təbii ki, bir səhv bir addım idi. Çünki kəndlilər hərbi xidmətə gedir və təbii ki, bu da nəyə mənfi təsir göstərəcək? Kənd təsərrüfatına. Təsəvvür edin, hər bir kəndli ailəsindən bir kişi məsələn gedir hərbiyə. Və bu da kənd təsərrüfatına mənfi təsir göstərdi. Bu belə. Sonra həmçinin bunun dövründə orduda artilleriyalardan istifadə genişləndi. Yəni zəngübarlardan istifadə genişləndi. Həmçinin Nadir istəyir ki, hərbi donanma yaratsın. Bunun üçün bir sıra dövlətlərlə danışıqlara başlayır. Bu sual MİQ imtahanına düşmüşdü ki, xəritə sualı idi. Nadirin hərbi donanma yaratmaq istədiyi dövlətləri xəritədə tapın. 1. İngiltərədir, Hollandiyadır və Rusiyadır. Onlarla danışıqlara başlayır. Niyə görə? Hərbi donanma yaratmaq istəyir. Yəni ölkənin şimaldan, cənubdan, yəni belə deyək ki, hücumlarının qarşısını almaq üçün donanma yaratmaq istəyir. Sonra hansı dövlətlərlə danışıqlara gedir? Dedi İngiltərədir, sonra Hollandiyadır və Rusiya ilə danışıqlar aparır. Hətta onun dövründə top istehsal edən müəssisələr də inşası onun dövründə var. Amma hərbi donanma yarada bilmir. Çünki Osmanlıla müharibə olacaq və ona görə də bu bir müddət dayanacaq. Yaxşı, sonra və hərbi islahatlar keçirdi və nəticəsində güclü bir ordu yaratdı. Və bayaq da qeyd elədim ki, hərbi donanma yarada bilmir. Yəni bunu bir müddət təxirə salır. Səbəb də nədir? Nadirin Osmanlı ilə apardığı müharibədir. Bu ölkələri yadda saxlayan Rusiyadır, Hollandiyadır və İngiltərə ilə danışıqlara başlayır. Amma donanma yarada bilməyəcək. İndi keçək digər hissələrə. Burada nə var? Bu heç lazım deyil. İndi keçək Nadirə qarşı üsyanlardan başlayalım. Və bayaq dedim ki, Nadirin dövrü bir sıra sahədə islahatlar keçirirdi. Yəni vergi sahəsi olsun və yaxud da köçürmə sahəsində islahat olacaq. Və bu da təbii ki, əhalinin, yəni vergi islahatının keçirilməsi əhalinin də narazılığına səbəb olur. Həmçinin köçürmə siyasəti, həmçinin də feodal zülmü genişlənir. Ona görə də və bir sıra üsyanlar baş verəcək. Sual, Nadirə qarşı ilk üsyanlar nə vaxt olur? 1734-də. Bəs Səfəvilərə qarşı ilk üsyanı biz nə vaxt keçmişdik? 1707, 1711. Harda? Çar Balakəndə oldu. Sonra Hacı Davud üsyanı da keçmişik. 1719-21. Nəysə. Nadirə qarşı ilk üsyanlar harda oldu? 1734-də. Harda? Astarada oldu. Sonra da harda olacaq? Çar Balakən ərazisində oldu. Sonra başqa nə deyə bilərik? Nadirin dövründə biz keçən mövzumuzda da keçmişdik. 1734-cü ildə Şamaxıya gəlir, Şamaxını dağıdır və əhalisinin bir hissəsini Ağsuya, yəni Yeni Şamaxıya köçürürdü. Çünki Şamaxı əhalisi, belə deyək ki, Şamaxı 1724-cü il İstanbul müqaviləsinə əsasən Osmanlıdan asılı yarı müstəqil hakim, belə deyək, xanlıq idi və Osmanlı hakimiyyətini dəstəkləyirlər və bunu da Nadir keçən dərsimizdə dedik ki, Osmanlılardan ərazilər almaq istəyir Azərbaycan ərazilərini, hansı ki ərazilər 24-25-də tutulmuşdu və Rusiyadan da əraziləri Azərbaycan ərazilərini almaq istəyirdi. Ona görə də yəni Azərbaycan ərazisini yad ellərdən azad eləmək istəyirdi. Ona görə də yəni Osmanlıya və Rusiyaya qarşı mübarizə apardı. Və dedik Şamaxı ərazisi də, əhalisi də Osmanlı hakimiyyətini dəstəkləyirdi deyə ona görə də əsəbləşir və 1734-cü ildə Şamaxıya daxil olur. Şamaxı ərazisini yandırır, dağıdır və əhalisinin bir hissəsini cəzalandırmaq üçün Ağsuya köçürdü. Yaxşı, sonra nə deyə bilərik? Nadirin Hindistana da yürüşü var, Mərkəzi Asiya və Hindistana yürüşdü 1737-ci ildə və bu zaman ölkədə Nadir yoxdur 37-ci ildə və bununla da əhali
fürsət bilir, istifadə edir və ölkənin, yəni Azərbaycan ərazisinin şimal-qərbində, yəni belə deyək ki, Carbalaçəndədə, yəni üsyan olacaq. Üsyan neçənci ildədir? 1738-ci ildədir. Üsyancıların əsas iqamətgahı haradır? Cingöz qalasıdır. Üsyancılara onu da qeyd edeyim ki, Dağıstandan da kömək gəlir. Üsyanı da ki, dedik, nə vaxt oldu? 1737-də dedik ki, Nadir Mərkəzi Asiya, Hindistana yürüş eləyir. Sual, Hindistana başqa kimlər yürüş etmişik? Axunlarda Mihraqul, sonra Makedoniyalı İskəndər, sonra Əhəməni dövləti eramızdan əvvəl 6-cı əsrdə Hindistana başqa kimlər var? Yadıma bunlar düşdü. Dedik ki, həmçinin Əmir Teymur 1398-99-da qayıdır. Nadir də dedik Mərkəzi Asiya yürüş eləyir və Hindistana yürüş eləyir 37-ci ildə və bundan istifadə eləyir əhali Azərbaycanın şimal-qərbində üsyan qaldırır. Üsyan da harda olur? Carbalaçəndə 38-ci ildə. Üsyançıların da iqamətgahı haradır? Cingöz qalasıdır və onu da qeyd edelim ki, üsyançılara kömək gəlir. Nadir 37-də dedik Hindistandadır. Mərkəzi Asiyaya buralara yürüş eləyib. Üsyanı yatırmaq lazımdır. Üsyanı yatırmaq üçün də kim göndərilir? O bayaq dedim ki, onun qardaşı İbrahim göndərildi. Amma İbrahim döyüşdə üsyançılar tərəfindən öldürüldü. Və Nadir də Hindistana gedəcək, oradanı qarət eləyəcək, gələcək 41-ci ildə çətinliklə də olsa üsyanı yatırır. Sonra keçək. Deməli, bu hissələri silək. Deməli, bayaq dedim ki, Səfəvlərə qarşı ilk üsyan nə vaxt oldu? 1707-1711 Carda. Nadirə qarşı ilk üsyan harda oldu? 1734 harda? Astarada. Sonra Carbalaçəndə. 34-də Nadir haranı yandırır? Şamaxı şəhərini, əhalinin bir hissəsini köçürür. Sonra bayaq dedim Şamaxı hansı müqaviləyə əsasən yarım müstəqil xanlıq idi? 1724. Hara? Hansı müqavilə? İstanbul. Nəsə, nədir bunun adı? Şimdi yadımdan çıxdı. Nadir. Nadir nə vaxt Mərkəzi Asiya Hindistana yürüş elədi? 37-ci ildə. 38-ci ildə harda üsyan oldu? Carbalaçəndə. 38-də üsyancıların iqamətgahı Cingöz qalası. Dağıstandan kömək gəlir və İbrahim xan gedir onu yatırmağa, amma döyüşdə öldürüləcək. Və nəhayət 41-ci ildə Nadir gəlir və bu üsyanı çətin də olsa yatıracaq. Bura qədər çətinlik var. Yəqin ki, yoxdur. Varsa da videonu arxaya çevirin və başdan qulaq asın. Və danışaq nədən? Sam Mirzə hərəkatları 1-ci, 2-ci, 3-cü Sam Mirzə. Bayaq qeyd elədim ki, burada ən yuxarıda Nadirin həyata keçirdiyi vergi islahatı əhalinin narazılığına səbəb olmuşdur və əhali də nə istəyir? Ədalətli, yaxşı bir hökmdar istəyir. Və ona görə də bir sıra üsyanlar baş verəcək. Məsələn, 1-ci Sam Mirzə hərəkatı, 2-ci Sam Mirzə və 3-cü Sam Mirzə. Bunlar özlərini, yəni Səfəvi şəhzadələri sayırlar. Yəni özlərini Şah Sultan Hüseynin oğlu hesab edirdilər. Yəni belə deyək də oğlu elan eləmişlər və üsyana da başçılıq edirlər. Şah Sultan Hüseynin hakimiyyətə gəlməsi nə vaxtdır? 94 1722. 1722-dən də 32-yə qədər kim olur? Təhmasib, 2-ci Təhmasib olacaq. 32-dən də 36-ya 3-cü Abbas hakimiyyətdə. Bu hərfi, Abbas hakimiyyətdə oldu. Nəsə, dedik 1-ci Sam Mirzə üsyanı neçənci ildə oldu? 1743-cü ildə oldu. Özünü bayaq dedim ki, Şah Sultan Hüseyin oğlu yəni elan eləmişdi və üsyanı rəhbərlik edir. Onun köməkçiləri də var. Kim idi? Qazqumluqlu Surxay xan idi və bunlar gəlirlər, birləşirlər, Yeni Şamaxını, yəni Ağsunu tuturlar. Sonra hətta Ağsuya gəlir və əhalini öz tərəfinə çəkmək üçün nə edəcək? Ağır vergilər hansı ki var idi, onları Nadirin dövründə yəni qoyulmuşdur. Nadir Şah tərəfindən qoyulmuşdur və onları ləğv eləyəcək və əhalinin də yanında nüfuzu artacaq. 1-ci Sam Mirzə üsyanı nə vaxt oldu? 43-cü ildə oldu. Yeni Şamaxını tutdular. Müttəfiqi Surxay xandır. Özünü Sultan Hüseyin oğlu elan eləmişdi. Sonra dedik ki, əhalinin rəğbətini qazanmaq üçün ilk öncə nə elədi? Ağır vergiləri ləğv elədi. Amma bu 1-ci Sam Mirzə üsyanı məğlub oldu. 1743-cü ildə bağışlayın, getdim. Bir dəqiqə görüm səhifəni içəydim. Mesaj gəldi, fikrim getdim. Hardadır bu? Bir dəqiqə.
Videonu da dayandırmaq istəmirəm, çünki xeyli danışmışam. Biraz az qalıb, biraz qabağa geçsəm tapacam. Siz də dincəlin o kimi biraz. Mesela əlim dəydi, üzülü sayın. Bir dəqiqə. Bir-iki dənə səhvə yuxarı qalırsam tapacam. Nəhayət tapdıq. Buradan danışırdım. Dedim ki, bir dəqiqə biraz böyüdüm. Qeyd elədik ki, 43-cü ildə Nadirin oğlu Nəsrullah Mirzə məğlub eləyir. 1-ci Sam Mirzəni məğlub elədi. Hansı döyüşdə? Şamaxı yaxınlığında döyüşdə məğlub elədi. Hətta 1-ci Sam Mirzəni də öldürəcəklər. Deməli, 1-ci Sam Mirzə üsyanı nə vaxt oldu? 43-cü ildə oldu. Özünü, yəni Şah Hüseynin, Sultan Hüseynin oğlu hesab eləyirdi. Yəni elan eləmişdi, hesab eləyirdi deməyə, elan eləmişdi. Müttəfiqi də Qazqomuxu Surxaydı. Yeni Şamaxını tutur, vergiləri də ləğv eləyir. Amma 1743-cü ildə Şamaxı yaxınında döyüşdə Nəsrullah Mirzə, yəni Nadir Şahın oğlu onu edam eləyəcək. İndi keçək 2-ci Sam Mirzədən danışaq. Yəni 1-ci Sam Mirzə 43-də məğlub oldu. 2-ci Sam Mirzə hərəkatı, 2-ci Sam Mirzə hərəkatı bu da 1743-cü ildə oldu. Bu da yəni özünü Hüseynin varisi hesab eləyirdi. Oğla adlandırmışdı. Sonra nə deyə bilərik? Müttəfiqi bu kim idi? Surxay xanın oğluydu. O birincidə Qazqomuxu Surxay xan idi müttəfiqi. Amma burada isə Surxay xanın oğlu idi bunun müttəfiqi. Yazır ki, Surxay xanın oğlu idi və hansı ərazinin Yeni Şamaxını, Ağsunu tutmuşdu, birincidə tutmuşdu və 1743-cü ildə Şabranla Dərbənd arasında döyüşdə, Nadir Şahın qoşununu məğlub eləmişdi. Sonra başqa nə deyə bilərik? Və 1743-cü ildə sonunda artıq Ağsu sahilində döyüş baş verir və nəticədə 2-ci Sam Mirzə məğlub oldu. 2-ci Sam Mirzə də hara gedir? Ağsuya çəkilir. Və sonradan da Gürcüstana qaçacaq və Gürcü çarı da Teymuraz onu əsir alır və yəni Nadirə, Nəsrullah Mirzəyə göndərir. Və bu da təbii ki, Nadirin yanında nüfuzu artır. Kartli Kaxetyanın, yəni Qazaxdır, Borçalıdır. Bu kimi əraziləri Gürcülərə verir. Deməli, bir də təkrar edək. Dedik ki, müttəfiqi kim idi? 2-ci Sam Mirzənin, yəni 43-cü ildə oldu. Müttəfiqi Surxay xanın oğludur. Yeni Şamaxını ələ keçirdilər. 43-cü ildə Şabranla Dərbənd arasında döyüş olacaq və burada Nadirin qoşunları məğlub olacaq. 43-cü ildə Ağsu çayı sahilində döyüş olur və burada 2-ci Sam Mirzə məğlub olacaq. Ağsu qalasına gedəcək. Sonra nə deyə bilərik? Sonra Gürcüstana qaçıb gedəcək və Kartli Kaxetya çarı Teymuraza əsir düşür. Teymuraz da onu əsir alıb verir kimə? Nəsrullah Mirzəyə göndərir və Nadir tərəfindən də bu rəğbətlə qarşılanır və Nadir də Qazaxdır, Borçalıdır. Yəni bu əraziləri Gürcülərə hədiyyə verəcək. Bu hissəsini danışdıq. 1743. İndi keçək 3-cü Sam Mirzə hərəkatı, ondan danışaq. Mövzumuzu bitməyinə çox az qaldı, amma diqqətlə qulaq asın. 3-cü Sam Mirzə hərəkatı, birinci dediyi 1743, ikinci 1743, üçüncü isə 1747-ci ildə oldu. Hər ikisində dedik ki, Yeni Şamaxı tutuldu, yəni şimalda baş verdi. Amma 3-cü Sam Mirzə hərəkatı isə 1747-ci ildə oldu. Təbrizdə baş verdi. Yəni Azərbaycanın cənubuda Təbrizdə baş verdi. Hətta 3-cü Sam Mirzə yəni Təbrizdə hakimiyyəti ələ alır. Sonra nə deyə bilərik? Öz adına yəni Təbrizdə pullar kəsdirəcək. Hətta öz hakimiyyətini qanunlaşdırmaq üçün Azərbaycan hakimlərinə, xanlarına fərman göndərəcək ki, onun hakimiyyətini qəbul eləsinlər. Amma Azərbaycan xanları bunu qəbul etməyəcək. Deməli, 3-cü Sam Mirzə oldu Təbrizdə üsyanı. 47-ci ildə baş verdi. Təbrizdə oldu dedik. Və neynədi? Təbrizdə pullar kəsdirdi. Öz hakimiyyətini qəbul etdirmək üçün fərman göndərdi Azərbaycan xanlarına. Azərbaycan xanları qəbul etmədi. Sonra bəs onun hakimiyyəti Təbrizdə dedik, o üsyan qaldırdı. Hakimiyyət uzunmu çəkir? Xeyr, hakimiyyət uzun çəkmir və Nadirin əmisi oğlu Əmraslan xan tərəfindən məğlub olur və sonra da öldürüləcək.
Bayaq qeyd elədim ki, birinci, ikinci harda oldu? Şirvanda oldu. Üçüncü Sanmizli hərəkatı isə cənubda oldu. Yəni Təbrizdə, Ərdəbildə oldu. Hakimiyyətə gəlir, adına pullar da kəsdirir, amma hakimiyyətə çox qala bilmir. Niyə? Çünki Nadirin dediyi əmisi oğlu Əmraslan xan tərəfindən məğlub olub, sonra edam olunacaq. Bir dəqiqə. Telefonumuz dondu deyəsən. Bir dəqiqə. İmkan olmadı ki, mən bu videonu axıra qədər bitirəm. Buranı danışdıq. Sonra gələk nəyə? Nadirə qarşı üsyan. Nadirə qarşı üsyan danışaq Şəkidən. Şəki üsyanı 1743-46-cı illər oldu. Hacı Çələbin başçılığı altında olmuşdu. Bu üsyan neçənci ildə? 1743-cü ildə olmuşdu. Bu üsyanın əsas səbəbi nədir? Əsas səbəbi Məlik Nəcəfin qəddarlığı və əhalidən yığdığı ağır vergi siyasəti olmuşdu. Yəni belə deyək də, mənbənin içində oxuyarsınız özünüz. 1741-ci ildə Şəki əhalisi Nadirə məktub göndərirlər və Məlik Nəcəfin öz başlanğından vergiləri artırılmağına şikayət edirlər və özlərinə də vəkil kimi seçirlər, Hacı Çələbini seçirlər. Aha, dedik ki, Şəki ilk yaranmış müstəqil Azərbaycan xanlığıdır və başında kim dururdu? Hacı Çələbi dururdu. Testdə bu sual var ki, hansı hadisə ilə müstəqil xanlıqların yaranmağının əsası qoyuldu? Təbii ki, 1743-cü ildə Şəki xanlığının yaranması ilə. Və testdə də belə bir sual var ki, hansı hadisə ilə Azərbaycanda mərkəzi hakimiyyətə və əfşarlar xanədanlığına qarşı mübarizənin yeni mərhələsi başlayır? Bu sual da var ha testdə. Və biz bunu nə götürürük? Yəqin, bunu nə götürürük? 1743-cü ildə Şəki xanlığının yaranması ilə bunu götürdük. Aha. Sonra keçək digər hissələrə. Dedik ki, 1743-cü ildə Şəki xanlığı yarandı. Bununla da Azərbaycanda mərkəzi hakimiyyətə və əfşarlara qarşı mübarizənin yeni mərhələsi başladı. Sonra və Hacı Çələbi də dedik mübarizə aparacaq və əsas sığındığı yerdə Gələsən Görəsən qalasıdır. Amma məğlub olur, ərzaq çatışmazlığı baş verəcək və 46-cı ildə vəkil vəzifəsinə qalmaq şərti ilə Nadirin hakimiyyətini qəbul edir. Və Gələsən Görəsən qalası da onu da qeyd edeyim ki, 12-15-ci əsrlərdə inşa olunmuşdur. Sonra bitiririk bu hissəsini danışaq. Nadir, bayaq qeyd elədim ki, 36-cı ildə Əfşarlar imperiyası yarandı. Amma o qədər də dayaqları möhkəm deyildi. Yəni 1747-ci ildə Nadir sui-qəsd nəticəsində öldürüldü. Yəni Nadir şərqin sonuncu fatihi hesab olunur. Deyəsən qələmimin zaretkası bitib. Buna görə də yaza bilmirəm. Deyirəm axı niyə. 1747-ci ildə dedik Nadir öldü və Əfşarlar xanədanı hakimiyyəti bitir və hakimiyyət uğrunda mübarizələr genişlənəcək və feodal dağınıqlığı dövrü başlayır və Nadir tərəfindən tutulmuş ərazilər, o cümlədən də nə bilim İrandır, Qafqazda, Orta Asiyadır, həmçinin Azərbaycanda müstəqil xanlıqlara parçalanacaq. Yəni belə deyək, Nadir imperiyasının da süqutunun səbəbləri nə oldu? Aparılmış aramsız müharibələr təbii ki, dövləti zəiflədir. Sosial narazılıqlar, fasiləsiz üsyanlar dövlətə qarşı və vergilərin artırılmağı nəticəsində iqtisadiyyatın zəifləməsi. Bugünkü izahımız bu qədər. Növbəti izahda görüşərik. Sağ olun.